İkinci Dünya Müharibəsində əsgərlərin paltarında düymələr var idi. İlk baxışda burada qeyri-adi bir şey yoxdur. Paltarda düymə olmalı idi. Amma bu düymələr adi düymə deyildi. Bu düymələr lazım olanda əsgərin həyatını xilas edən düymələr idi. Beləliklə, bir, kompas düymələri. İkinci Dünya Müharibəsində Amerika Birləşmiş Ştatları və Böyük Britaniya əsgərlərinin paltarlarının bəzi düymələri açılan düymələr idi. Həmin düymələrin içərisində kiçik kompas yerləşdirilmişdi. Əgər əsgər əsir düşərdisə, həmin kompasdan istifadə edərək qaçıb canını qurtara bilərdi. İkinci, xəritəli düymələr. Həmin düymələr açılan düymələr idi, kompas düymələri kimi və həmin düymələrin içərisində kiçik xəritə gizlədilmişdi. Həmin xəritənin kağızı çox nazik idi. Nazik olduğuna baxmayaraq suya düşsə belə həmin xəritə pozulmurdu. Üçüncü, zəhərli düymələr. Bu zəhərli düymələr əsasən casuslarda istifadə olunurdu. Onların paltarlarının üzərində olan həmin gizli düymələrin içərisində sianid kapsulu yerləşdirilirdi. Əgər casus ələ keçərdisə, həmin düyməni dişləməklə həyatına son qoyurdu və beləliklə də sirri ələ vermirdi, sir batırdı. Əgər belə videolar sizin üçün maraqlıdırsa, kanalıma abunə olmağı unutmayın.